Deməli, 6-cı sualın izahına baxırıq. Bizdən uyğunluq istəyir. 1. Başlanğıc formasında olan sözdür, başlanğıc formasında olmayan sözdür. İlk növbədə başlanğıc formanın izahına baxaq. Başlanğıc forma o deməkdir ki, biz sözü köçən şəkilçiyə ayırırıq. Əgər bir sözdə leksik və qrammatik şəkilçilər varsa, o zaman başlanğıc forma leksik şəkilçi daxil olmaqla götürülür. Yəni qrammatik şəkilçiyə qədər. Amma o demək deyil ki, qrammatik şəkilçi başlanğıc forması içərisində ola bilməz. Ola bilər. Nə zaman olacaq? O zaman olacaq ki, birinci sözdə qrammatik, daha sonra leksik şəkilçi gəlsin. Biz indi bu sözlər içərisində köçə şəkilçiyə ayırdıqda həmin o izahları daha aydın izah verəcəyik. Ona görə də gəlin sizə bir dənə üsul deyim bu köçən şəkilçiyə ayırmaq üçün. Əgər biz sözü rahat köçən şəkilçiyə ayırmaq istəyiriksə, onda birinci həmin sözə sual vermək lazımdır. Sual verdikdə, əgər sualın tərkibində eşitdiyimiz şəkilçi varsa, o şəkilçi bizim üçün qrammatik şəkilçi hesab olunur. Əgər sualın tərkibində hansı şəkilçini eşidiriksə, o şəkilçi qrammatik şəkilçidir. Məsələn, amma bu bizim üçün uşaqlar 99% işə yaraya bilər. 1% harda işə yaramayacaq, o da bu sualın tərkibində var. Ona görə də gəlin izahlara keçək. A variantında şəhərdəkilər sözü yazılıb. Birinci bu sözə sual verək. Yadımızda saxlayaq ki, birdən deyirsiniz, ay müəllim, haradakılar sualı var. Uşaqlar, haradakı sualı yoxdur. Biz yadımıza saxlayaq ki, dakı və çığır şəkilçisi olan sözlərə hansı sualını verəcəyik və bu şəkilçilər hər zaman sifəti yaradır. Sifət yaradır və hansı sualına cavab verir. Ona görə də haradakı, Azərbaycanla haradakı sualı yoxdur. Buna deyəcək hansılar. Sualımın tərkibində lar eşitdim. Hansılar? Şəhərdəkilər, lar. Lar qrammatik. Şəhər sözün daha sonra qrammatiki tapandan sonra başlayacaq kök və leksik şəkilçiyə baxmağa. Şəhər sözün köküdəki leksik şəkilçi. İndi başlanğıc forma qrammatik şəkilçiyə qədər olan hissədir. Yəni sən leksiki mütləq daxilində götürməlisən. Şəhərdəki sözü olacaq mənim başlanğıc formam. Qardaşımdakı hansı? İndi deyəcəyik ki, uşaqlar, əgər sualın tərkibində şəkilçi yoxdursa, onu demək qrammatik şəkilçi yoxdur. Amma dediyim kimi, bu üsul 99% işə yarayır. 1% hardadır? Baxın bu sözdə. Qardaş sözün köküdür. Mənsubiyyət şəkilçisidir. Mənim qardaşım. Qardaşımdakı mənsubiyyət qrammatik şəkilçidir. Dakı isə leksik şəkilçidir. Deməli, hər zaman bu üsul bizim köməyimizə çatmaya bilər. Onda nə edəcəyik? Heç nə, özümüz şəkilçisinin mənsubiyyət şəkilçisi olduğunu bilirik. Dakı isə leksik şəkilçidir və eyni zamanda mən sizə başlanğıc formada istisna demişdim. Baxın, istisna buradadır. Deməli, başlanğıc forma leksik şəkilçisini içərisində götürür. Gördüyümüz kimi, leksik qrammatik şəkilçi də başlanğıc formanın içərisində gedə bilər. Böyük sözün köküdür. Böyüməkdən böyük yaranır. Başlanğıc forma bütövlükdədir. Çoxunun. Buna sual veririk. Deyirik, nin. Ona deməli bu i. Qrammatik, çoxunun qrammatik. Sözün kökü çox. Başlanğıc forma qrammatikləri daxil etməyəcək. Leksik olmadığına görə qrammatiklər də onun daxilinə getmir. Çox sözü başlanğıc forma. Yaxşılıq nə? Sualın tərkibində qrammatik şəkilçi olmadığına görə biz burada qrammatik şəkilçi yoxdur deyəcək. Yaxşı sözün kökü, lıq isə leksik şəkilçi. Başlanğıc forma isə yaxşılıq. İndi bizdən başlanğıc formasında olan sözləri istəyir. Baxıram ki, bir də başlanğıc formada olmayan sözlər istəyir, düzdür? Başlanğıc formada sırf söz başlanğıc formadan ibarətdir. Harda? B variantında bütövlükdə başlanğıc forma götürdük. B-ni yazacaq 1-ə. Bütövlükdə başlanğıc götürdük. C-ni yazacaq 1-ə. Y variantı C və B. Bütövlükdə Y variantını başlanğıc forma götürdük. 1-yə yazacaq həm də Y. A və D variantlarında isə
tam başlanğıc formada deyirlər. Çünki lər şəkilçisi qrammatik və eyni zamanda burada da qrammatik şəkilçilər olduqlarına görə biz A və D variantlarını başlanğıc formasında olmayan sözlər kimi götürəcəyik. Ona görə də 1-ə B, C, Y, 2-yə A, D cavab olacaq Y variantı.